Salam əziz Sport 1 izləyiciləri, Dünya Çempionatı özəl verilişi efirdədir. Həmişəki kimi mən İlkin Sultanlı hər birinizi salamlayıram. Bugün xüsusi bir qonağımız var. Şəfa Futbol Klubunun üzvü İsmail Zülfüqarlı. İsmail, xoş gəlmisən. Xoş gördük. Hamıya standart eyni sualı verirəm, sənə də verməliyəm. Bütün oyunlara baxırsanmı? Oyunların vaxtı ilə əlaqədar deyərdim, bütün oyunlara baxmıram, amma çalışıram ki, hamısını izləyim. Eləsə başlayaq oyunların təhlillərinə. Ümid edirəm ki, bu dünənki 4 oyuna heç olmasa icmalarına baxmısan. Başa düşürəm, məşqlərdən vaxt qalmır. Şəfa da Premyer Liqanın yeni üzvlərindən biridir, yeni komandasıdır. Başa düşüləndir bu. ABŞ Avstraliyanı 2-0 hesabı ilə məğlub edərək növbəti komanda oldu ki, klub liderliyini təmin etdi və play-off mərhələsinə vəsqə qazandı. Maraqlı bir məqamlardan biri budur ki, bu dünya çempionatında play-offa ilk vəsqə qazanan komandaların hər ikisi də ev sahibi komandalardır. Meksikada garantilədi, ABŞ da garantilədi. Aşağı yuxarı Kanadada təsdiqlənib, orada bir HCC, o digər rəqiblərin və yaxud da Kanadanın bir HCC-si qrup liderliyini təmin edəcək. Nə gördün Avstraliya oyununda? Oyunu tam olaraq izləmişəm. Dediniz qrupdan birinci çıxan komandalar ev sahibləridir. Məncə buna həm azarkeş amili daxildir, həm də komandaların bilirsiniz, ABŞ-da hava şəraiti, Meksikada hava şəraiti isti olduğuna görə komandaların buna öyrəşməyə bir çətin olur. Oyuna gəldikcə isə yenə ABŞ dominant futbol oynadı, qollarını vurdu və komandaya şans vermədi, Avstraliya şans vermədi. Buna da deyərdim ki, ABŞ və ABŞ-ın orta hissədə və hücum hissədə olan aktivliyidir. Çalışırdı ki, topu itirdikdən sonra tez alsın, ala bilmədikdən sonra da geri çəkilib gözləyirdi ki, rəqib səhv etsin. Buna görə də oyun bu nəticə ilə yekunlaşdı. Bu oyunda Avstraliyanın hər hansı bir sürpriz edəcəyini gözləyirdinmi? Çünki Türkiyənin oyununda ümumiyyətlə həm Azərbaycanlı, həm Türkiyə mütəxəssislər düşünürdü ki, sensasiya qeydə alındı. Avstraliya 2 hücuma 2 qol vurdu. Oyundan öncə düşünürdünmü ki, Türkiyədəki oyun kimi Avstraliya bu dəfə də nəsə edə bilər? Yox, düşünürəm ki, Türkiyə millisindən oyundan sonra həm Avstraliya üçün, həm Amerika üçün bir nəticə oldu. Avstraliya üçün bu oldu ki, qapanı futbol oynamaq istədi Amerikaya qarşı, amma Amerikada bunu Türkiyə ilə oyuna görəndən sonra təhlil edib yəqin komandanı və təhlil etdikdən sonra demək olar heç bir şans vermədi. Türkiyə millisi daha çox çalışdı, birinci hissədə uzun toplardan istifadə eləsin, amma Amerika demək olar ki, bütün oyunu qısa paslarla, xırda ötürmələrdən və fərdi oyunla, birinci qolda da gördünüz, Boludan fərdi reyidlə qolu yaratdı. Buna görə də heç mən sensasiya gözləmirdim sözün düzü Amerika-Avstraliya oyununda. Növbəti oyunda Şotlandiya-Mərakeş qarşılaşması baş tutdu. Mərakeş ikinci dəqiqədə vurduğu qolla qalib gəldi. Amma mən düşünürəm ki, Şotlandiya məğlubiyyətə layiq oyun sərgiləmədi və çox yaxşı mübarizə apardı. Sən necə gördün oyunu? Şotlandiya Mərakeş oyununda düzdür, gözləyirdim Mərakeş komandası qalib gəlsin. Amma qolun belə tez olacağını gözləmirdim. Səhv etmirəmsə, ən sürətli qol oldu dünya çempionatında 70 saniyədə. Paragvayın oyununda, Türkiyə-Paragvay oyununda ondan tez oldu. Ondan tez oldu. Ora gələcəyik. Yəni ilk ən tez vurulan qol oldu. Mərakeş belə deyərdim, oyun olaraq çox baxımlı futbol oynayır. Üstünlüyü də odur ki, həm hücumda, həm müdafiədə çalışır ki, həm tez qol vursun, həm də müdafiə fazasında çalışır ki, topu tez alsın. Amma Şotlandiyada rəqibin gücünü bilsə də müdafiə futbol oynamadı. Çalışdı epizodlar yaratsın, qollar vursun, amma alınmadı. Sözün düzü, mənim fikrimcə heç içəlik oynayırdı, amma Mərakeş keyfiyyətini ortaya qoyaraq qalib gəldi. Şotlandiyanın bu qrupdan 3-cü çıxmaq kimi bir şansı varmı? Nəzərə alaq ki, növbəti turda, sonuncu turda Braziliya ilə oynayacaqlar. Braziliya aşağı yuxarı heç eləsə qrup ikincisi və yaxud da birincisi kimi növbəti mərhələyə keçməyi təmin edib. Düşünürsənmi ki, Ancelotti Şotlandiyanın oyununda əsas heyətinin üzvləri yox, belə deyək də, digər futbolçulara şans verəcək? Belə deyim, dünya çempionatı yəni hər bir komandanın qalib gələcəyini demək olar ki, əvvəlcədən demək olmur. Amma Braziliya millisi də qrup lideri olması üçün çalışacaq ki, məncə bu oyunu qalib gəlsin. Şotlandiyada ən azı 3-cü olmaq üçün vuruşacaq. Məncə dünya çempionatının ən maraqlı oyunları sonuncu turda olacaq. Çünki hər bir komanda ya 3-cülük,
ya qrupdan çıxma, qalma variantları var deyə oyunlar daha maraqlı olacaq deyirəm. Amma Şotlandiyanın sözün düzü qalib gələcəyinə inanmıram. Və çox maraqlı bir nüans olacaq ki, bir gündə 8 oyun olacaq və demək olar ki, hamısı da eyni saatlara təsadüf edəcək. Eyni saatda 2 oyun olacaq. Çox maraqlı görüşlər gözləyir bizi. Mən istəyirəm dünənki oyunları bitirək və sonra dünya çempionatının maraqlı nüanslarından danışaq. Çünki burada peşəkar məşqçilər olub, hazırda oynayan futbolçu olmadığına görə müəyyən qaydalar var ki, futbolçu gözündən mənə çox maraqlıdır. Elə isə oyunların şərhinə davam edək. Braziliya rahat bir qələbə qazandı. Onsa favorit idi Haiti ilə görüşdə. Bizə tanış bir rəqibdir. Sumqayıtda Haiti bizi elə 3-0 hesabı ilə məğlub etmişdi. Ötən mövsüm FIFA serisi turnirində. Və bu görüşdə bir çoxları düşünürdü ki, Haiti millisi Şotlandiyaya qarşı oyunda yaxşı mübarizə aparmışdı və Braziliyaya qarşı da yaxşı mübarizə aparacaq, amma elə olmadı. Turnirlə vidalaşan ilk komanda oldu Haiti millisi. Oyun haqqında fikirlərin? Oyunun belə olacağını gözləyirdim. Çünki Braziliya millisinin üzərində çox böyük bir təzyiq var. Yəni bütün mətbuatda komanda olaraq təzyiq var ki, komanda istədiyi futbolu oynamır. Amma yenə də nə olsa da Braziliya millisi texnikalı, keyfiyyətli futbolçulardan yığılıb deyə elə həmin oyunda da Vinicius Junior'un deyərdim ki, mənim qrupda ən üstün tutduğum futbolçudur, yəni bu qrupda. Onun keyfiyyətli oyunu sayəsində deyərdim komanda dünən çox rahat qələbə qazandı. Qələbə qazansa da yenə də amma Braziliya istədiyi futbolu məncə göstərmir. Çünki ikinci hissəyə baxsaq, Haiti Braziliyanın qapısında epizodlar yaratdı, vura bilməsə də. Amma yenə də bu dünya çempionatında bütün komandalar əzmkar futbol oynayır deyə düşünürəm ki, zaman keçdikcə, rəqiblər açıldıqca Braziliya millisi daha yaxşı oynayacaq. Ancelotti ilə Braziliya millisi dünya çempionu olmaq potensialındadırmı? Yəni bir hiss edirsənmi o versiyanı? Hər nə qədər tənqidlər olsa da Braziliya millisinə qarşı bu Braziliya millisi deyə bu komandadan hər bir nəticəni gözləmək olar. Mənim çempionluq favoritim deyil, amma məncə çempionluq şansı olan bir ölkədir. Çünki dünya futbolunun mərkəzi olan millilərdəndir. Maraqlı bir nüansə toxundun İsmail. Vinicius haqqında ümumiyyətlə nə dünya mediasında, nə Avropa mediasında, nə də Azərbaycan mediasında çox danışan yoxdur. Amma iki oyunda demək olar ki, komandasını xilas edib. Mərakeşlə oyunda bərabərlik qolunu vurdu. Bir şans da var idi, qaçırdı. Bu oyunda da bir qol, bir asist elədi. Amma yəni Messiyə nisbətən, Ronaldoya nisbətən, Harry Kane'ə nisbətən, Mbappe'yə nisbətən Vinicius o qədər danışılmır. Bunun səncə səbəbi nədir? Mənim fikrimcə budur ki, yəni Braziliya millisinin üstündə olan təzyiqə görə bizim ölkədə danışılmağını bilmirəm. Çünki məsələn deyərdim, bəlkə də futbolçunun daha çox fanatı, daha çox izləyicisi yoxdur deyə belədir. Ronaldo, Messi bunlar dünya futboluna yön verən futbolçulardır. Onun üçün daha çox danışılır. Amma Braziliya millisində deyərdim ki, iki oyunda özünü ən yaxşı tərəfdən göstərən futbolçu Viniciusdur. Danışılmağa da layiqdir. Gedənin Azərbaycanlılar üçün və türklər üçün ən çox gözlənilən oyununa keçirik. Türkiyə-Paragvay oyunu. Yəni yuxusuz qaldıq. Səhər saat 7-də oyandıq. Bəlkə də bəziləri üçün normal bir vaxtdır. Yəni həqiqətən normal bir vaxtdır. Ölkədə 60-70% həmin vaxtlarda yuxudan oyanır və işə gedir. Amma işə gedəndə telefonlarla heç olmasa Türkiyənin oyununa böyük ehtimal baxırdılar. Amma böyük bir məyusluğa uğradı. Paragvay 65-ci saniyədə vurduğu qolla qalib gəldi. Yəni Uğurcan Çakırın bir turnirdə kimsə desəydi ki, iki eyni səviyyəli qol buraxacaq, mən inanmazdım. Bu ilki performansından sonra Çempionlar Liqasında və Qalatasarayda Türkiyə Süper Liqasında çox fantastik bir mövsüm keçirmişdi və çox sadə bir qolla məğlub oldular. Əvvəlcə başlayaq oyun haqqında fikirləri öyrənək, sonra yavaş-yavaş bu oyunu təhlil edərik. Əvvəlcə nəticədən danışım ki, Türkiyə millisinin belə bir nəticə verməsi mənim fikrimcə odur ki, yəni Türkiyə millisi ilk oyunda Avstraliya ilə oyunda komanda dünya çempionatına çox rahat gəlmiş. Düzdür, dünya çempionatı olduğunu bilirdi, amma
qrupdakı vəziyyət, komandanın olan keyfiyyətli futbolçuları mənim fikrimcə komandada bir rahatlıq yaratmışdı ki, biz dünya çempionatında qrup lideri ola bilərik, qələbə qazana bilərik. Bunun üçün də ilk oyunda məğlub oldular. İkinci oyuna gəldikdə isə ikinci oyunda da komandanın üstündə olan ölkə baxımından təzyiq komandaya çox deyərdim ki, mənfi bir nəticə gətirib çıxartdı. Düzdür, oyun baxımından 65-70% topa üstünlük yaratdılar. 2 oyuna 62 zərbə endiriblər, düzdür. Amma bu göstərici olaraq böyük bir göstəricidir, amma nəticə olaraq komandaya bir şey vermədi. Komandanın keyfiyyətli futbolçuları var, amma qol tapa bilmirdilər komanda. Bu da komandanın ən böyük problemlərindən biri idi. Həm də dediyim kimi stres komandanı deyərdim ki, fiyaskoya gətirib nəticələndirdi. İsmail, bu cümlələrdən ən çox Azərbaycanlı məşqçilər istifadə edir də. Yəni bizim komanda oyun oynayır, vaxt lazımdır və biz təkmilləşəcəyik, daha yaxşı olacağıq. Amma bu dünya çempionatının göstərdi ki, artıq yəni yaxşı oynamaq heç nə vermir də komandalara. Yəni bəlkə də sənin də beynindən keçir ki, bu Türkiyənin misalı Azərbaycanlı məşqçilər üçün də çox böyük bir dərs oldu ki, sən elə 2 oyuna 65 qapıya zərbə vura bilərsən, nə bilim qapı istiqamətdə 180 asma eləyə bilərsən, amma qol vurmadıqdan sonra bu heç nəyə yaramır da. Yəni futbolçu qapanıb bir qol vurmaq da səni Avropa kuboklara, bəli, səni növbəti mərhələyə aparırsa, demək ki, sən normal iş görmüş olsan. Montella'nın taktiki strukturu, taktiki işi necə dəyərləndirirsən? Fikrindən yayınmadı. Hər iki oyuna da Kərəm Aktürkoğlu çıxdı hücumçu olaraq, mərkəz hücumçusu olaraq və bütün Türkiyədə də oyun bitəndən sonra YouTube-da çoxlu köhnə futbolçular, elə jurnalistlər müzakirə edirlər. Dəyişə-dəyişə baxırdım ki, nə fikirlər səsləndirirlər. Hamısı çox kövrəlmişdilər dəhşətli şəkildə və hamısı da Montella'nı qınayırdı. Bu taktikə Türkiyə millisi ümumiyyətlə heç vaxt hücumçusuz oynamayıb da. Yəni bir nəfər də olsa çıxardıblar, tapıblar. Amma alınmadı da. Yəni Kərəm heç nə edə bilmədi. Sən nə fikirdəşsən? Hücumçu ilə oynasaydı, məsələn Denizgül oyuna ikinci hissənin səhv eləmirəmsə 60 neçənci dəqiqəsində girdi. Vura bilmədi, amma epizodlar yarattı. Bəli. Bəlkə də əvvəlcədən olsaydı, məsələn Can Uzun da oynaya bilərdi mərkəz hücumçusu. Hamı da deyir ki, bu Cimşir var, o adı yadımdan çıxdı. Onu niyə çağırmayıblar? 33 qol ötürmə və qol sayı ilə 33 komandaya fayda verib. Onu niyə çağırmırlar? Bu millidə, Türkiyə millisində sırf mərkəz hücumçusu olsaydı, Avstraliya və Paragvayı məğlub edə bilərdilər mi? Məşqçinin fikri baxımından düzdür, məşqçi çalışır saxta 9 nömrə ilə oynasın. Belə bir deyim var. Digər komandalarda da bundan istifadə edir. Amma digər komandalardan fərqli olaraq dünya çempionatında ilk oyunda məsəl üçün rəqibin boy ortalaması var və sən uzun top oynayırsan. Bu Avstraliyaya qarşı Kərəm Aktürkoğlu ilə bir şey etmək mən düşünürəm ki, mümkün deyil. Həm də oyun baxımından Kərəm bəzi hücumçular var ki, o mövqedə məsəl üçün qol epizodu yaratmasa da komandası üçün nələrsə edir ki, mübarizə baxımından, epizod yaratmaq baxımından kömək etsin. Mən amma düşünürəm ki, Kərəm bu tipajda futbolçu deyil ki, yəni həm mübarizə baxımından keyfiyyətli futbolçudur, düzdür, amma cinahda oynayan zaman. Montella'nın bu qərarda mənim düşüncəmdə, mənim fikrimdə çox səhv oldu. Yəni əlində əgər sənin sırf 2 hücumçun varsa, bunlardan birinci oyunda istifadə etmirsən və nəticə əldə etmirsənsə, ikinci oyunda bunlardan istifadə edə bilərdin. Və oyunun sonlarını dediyiniz kimi 60-cı dəqiqədən sonra deyəsən Dənizgülü oyuna buraxdı. Bu da qapanan komandaya qarşı yenə də çətinlikdir. Düzdür, qol epizodu yaratdılar, vura bilmədilər, amma yenə də belə götürsək Türkiyə 11 nəfər, Paragvay 10 nəfərlə oynadı, amma yenə də deyə bilmərik ki, %100 bir qol epizodu oldu, yarada bilmədilər. Bunun üçün də məşqçini düzdür. Son dəqiqədə Merihin başda zərbəsi var idi. O da mərkəz müdafiəçisidir. Yəni belə Denizin boş qapıya çölə vurduğu epizod var idi. Toxuna bilmədi, o var idi. Bir də Can Uzun barış verdi deyəsən. Can Uzun uzaqdan vurdu, çərçivəyə düşmədi. Deniz başla vurdu, qapıcı
saxladı. Hə. Bir epizod var idi. Bir də Mert Müldürün başına vurdu. Bəli, o epizodlar var idi. Fikir versən, yəni dünya çempionatında standart vəziyyətlər, ümumi dünya çempionatında yox, artıq futbolda standart vəziyyətlər çox vacibdir. Düşünürəm ki, bunların üstündə də Türkiyə millisi daha çox çalışa 11 bilərdi. künc zərbəsindən heç nə əldə edə bilmədilər. Bəli. Yəni adicə mən Facebookda status yazmışdım ki, yəni Ayxan Abbasov Montero'dan daha yaxşı baş məşqçi, çünki iki standartından birinin künc zərbəsindən biri həm Şamaxıda, həm Turan Tovuzda qol vurmağı bacarır da. Yəni sən bu heyətlə 11 künc zərbəsindən qol vura bilmirsənsə, demək ki, sənin məşqçiliyində bir problem var. Hibrid hücumçu sistemindən sən də oynamısan, yadıma gəlir. Sən olmamsa Namiq Ələsgərov. Bəli. Neftçi çempion olanda Mir Abdullahın oyuna alınmırdı və hücumçu yox idi demək olar ki, Neftçidə. Samir Abbasov Namiq Ələsgərovu gizli forvet kimi oynadırdı. Bəli. Həm Olympiakosla oyunda da belə olmuşdu, səhv eləmirəmsə. Onda düzdür, Afrika kökənli bir sol cinahda oynayan futbolçu var idi. Adı yadımdan çıxdı. Neftçidə bəli. Yusuf Laval. Yox, Afrika kökənli idi. Onu başlayanda hücumçu kimi oynatmışdı. Birinci Dinamo Haramis Suarez. Haramis Suarez'i 9 nömrəci sol cinah müdafiəçisi idi, amma çox fərqli mövqedə çox fərqli mövqedə idi. Onda alınmadı və gətirdi Namiqi gizli forvet kimi oynatmağa başladı. Bəzi oyunçularda bir mövsümlük bu alınır. Bir dəfə alınır. Ondan sonra sən nə vaxtsa Namiq Ələsgərovu yəni forvet kimi görmüsən, yox. Çünki orada Eminlə yarım müdafiəçinin də adı yadıma çıxdı. Onların ötürmələrindən Sabir Buqri'nin ötürmələrindən normal araya qaçıb qol vura bilirdilər. Yəni Kərəm Aktivçioğlu ancaq seçmə mərhələdə elədi bunları. Amma dünya çempionatı tam fərqli sistemdə axı alınmadı. O dövrdə oynayan futbolçulardan kimsə varmı dünya çempionatında oynayır? Yəni sizin komandaya qarşı sən də oynayırdın. Olympiakosla oyunda oynamışdın, bir də Maccabi ilə oyunda oynamışdın, səhv eləmirəmsə. Bəli, o həmin oyunlarda oynamışam, amma sözün düzü mən bildiyim qədərilə dünya çempionatında iştirak edən yoxdur. Tovuz komandasından komanda yoldaşım Rodrik Miller var. Onu da buradan uğurlar. İnşallah ki danışıb eləmisiniz nəsə bir yazışma. Oyundan əvvəl bəli, şəkillər sosial şəbəkədə şəkil paylaşmışdı. Uğurlar dedim ona da. İnşallah ki ilk oyunda məğlub oldular. Şans qazana bilmədi. Onun oynamağını istəyərdim ikinci oyunda. Həm bir komanda yoldaşı kimi, həm də özüm üçün də bir xatir olar ki, komanda yoldaşım dünya çempionatında iştirak edib. Bu oyunda çox maraqlı qaydalar tətbiq olundu. Əslində dünya çempionatı başlamamışdan öncə FIFA açıqlamışdı, amma bu oyunda demək olar ki, tətbiq olunan bütün qaydaları gördük. Birincisi vaxt aparmaq söhbətidir. Qapıcı vaxt aparırsa dərhal 7 saniyə tamam olan kimi küncdən zərbə tətbiq olunur. İkinci məsələ, artıq ağzını tutub rəqibə söz deyə bilmərsən, dərhal qırmızı vərəqədir. Və üçüncü məsələdə yerdə qala bilmərsən, həkim gələn kimi, əgər gəlsə meydana daxil olsa, 1 dəqiqə çöldə gözləməlisən. Bunların hamısını gördük. İndi bunu sadəcə FIFA qəbul edib, amma UEFA qəbul eləməyib. Bu UEFA qəbul eləsə, böyük ehtimal Azərbaycan Premyer Liqasında da bu qərarlar tətbiq olunacaq, Avrokuboklarda da tətbiq olunacaq. İstəyirsənmi bu qərarlar tətbiq olunsun, yoxsa yox? Qərarlar düz deyil, oyunlarda hamısını gördük. Məncə həm maraqlı qərarlardır. Olub-olmamasını qəbul eləməyim üçün, məsəl üçün mən oyunda qələbə qazanıramsa çalışa bilərəm, vaxt aparım. Çünki elə oyunlar var ki, komanda yorula bilər, bunlardan istifadə edir. Bu futbolun görünməyən tərəfidir, yəni baxırıq. Futbolçu olaraq mən özüm də bundan istifadə eləmişəm, amma rəqib istifadə etdiyində düzdür, mən özüm də buna reaksiya vermişəm, əsəbləşmişəm. Yəni belə deyərdim ki, 50-50-yə, yəni fikrim tam olaraq belədir. Yəni ki, olsa da olar, olmasa da olar. Bəli. Çünki amma olanda artıq həm taktikadan, həm taktikadan əlavə bu qaydaları da əzbərləmə və baş məşqçi bu qaydalara uyğun da bir sistem fikirləşmə məcburiyyətində qalır. Futbolçulara da tətbiq edə bilər. Mən gördüm ki, bu Türkiyə Paragvay oyununda bu maraqlıdır da, yəni daha da maraqlaşdırır o oyunu. Vardakı kimi məsəl üçün bəzən deyirlər ki, var futbolu zəiflədə bilər, futbola marağı öldürə bilər. Bir balaca öldürdü bəlkə də. Tempo olaraq öldürdü, amma bu qərarlar tempo olaraq daha da topun oyunda çox qalmasına
futbolçuları təşviq eləyir. Ritmin düşməməyinə. Düşməməyinə, Amma bəli. burada da dünya çempionatında düzdür bu qərarlar var, amma bu verilən su fasilələri komandaların Ona da gələcəkdim. Su fasiləsi səncə yaxşıdırmı yoxsa pisdir? düzdür, hava şəraiti çox isti olduğuna görə biz özümüz də Azərbaycanda da olur bəzən ki, hava çox isti olur. Buna ehtiyac duyuruq, amma bu o qədər uzun çəkmir. Burada reklam fasilələri olur. Komandaların məsəl üçün elə bir vaxtdadır ki, komanda təzyiq altına sala bilər bir komandanı. 23-cü, 24-cü dəqiqədə fasilə verilir. Bununla da ritm düşür. Komandalı futbolçular dərin bir nəfəs alır, özlərinə gəlir. Ona görə düşünürəm ki, dünya çempionatında bu 2 dəqiqədən daha çox deyəsən çəkir belə bir şey. Məncə çoxdur vaxt olaraq. Bunu indi özümüzə fırladacağam və səmimi olmaq istəyəcəm. Şamaxıda oynayırsan saat 2-də ya 12-də. İndi o oyunlar saat 12-də olur da. Yəni saat bizim vaxtımızda 8-də və yaxud da ki 9-da başlamaqlar 12-1 arası olur. Şamaxıda oynayırsan günün 6-da saat 2-də. 3 dəqiqəlik su fasiləsinin hər fasilədə olmasın istəyərsən yoxsa yox? Sözün düzü mən futbolçu Və yaxud da olaraq Yevlaxda oynayırsan. düzdür, hava şəraiti bəzən bizi çox yorur, istəyirik fasilə olsun, amma mən düşünürəm ki 3 dəqiqə çox uzun bir vaxt. Məsəl üçün yarım dəqiqə, 1 dəqiqə məncə buna kifayətdir su içib özünə gəlmək üçün. Həm rəqib komanda düzdür, təzyiq eləyə bilər bizə, amma bizim özümüz də məsəl üçün rəqibə təzyiq eləyə bilərik. Bu da var ki, məsəl üçün istəməzsən bu fasilələr olsun. Həm də futbolçu özü də tərin soyuyur, dayanırsan, ritmdən də düşə bilərsən. Yəni hər futbolçunun fərqlidir. Məsəl üçün elə futbolçu var ki, məsəl üçün su içməyi tələb eləmir də, bədən tələb eləmir və istəyir oynasın. Yəni mən düşünürəm ki, 3 dəqiqə çoxdur. Belə keçək biz bugünkü oyunların təhlilinə. Mənim üçün çox maraqla gözlədiyim bir oyun var. Niderland-İsveç oyunu. Nə gözləyirsən bu qarşılaşmadan? 2 Avropa komandasının Van Dijk'ın müdafiə xətti Gökerek'in hücum xəttində qarşı oynaya biləcəkmi? Belə deyim, düşünürəm ki, İsveç üçün ölüm qalım oyunudur bu qrupda. Amma Hollandiya millisinin qələbə qazanacağını fikirləşirəm. İsveç millisinə gəldiksə, yaxşı hücum xətti var. Xüsusilə də siz düzdür Gökerek dediniz, mənim üçün İshak komandanın aparıcı oyunçusudur. Əgər onun oyunu istədiyi formada alınsa, düşünürəm ki, çox maraqlı oyun izləyəcəyik. Ayarini də yaddan çıxartmaq olmaz. Birinci oyunda çox yaxşı oynamışdı. Komandanın əsas üzərindən biridir. Mən düşünürəm ki, heç olar. Çünki son turda bu komandalar heç eləsələr, İsveç demək olar ki, garantiləyir və Niderland da son turda Tunisi böyük ehtimal məğlub edəcək. Və bu qrupdan 3 komandanın çıxmağı da ədalətlidir. Çünki həm İsveç, həm Niderland, həm də Yaponiya oyun baxımından və mən bu qrupu ölüm qrupu adlandırmışam. Yəni çünki elə bütün hamı adlandırır demək olar ki, Tunisdən başqa hamısı çox yaxşı komandalar. Yaponiyada çox keyfiyyətli futbol oynayır. Düşünürəm ki, düzdür, bəzi ölkələr, bəzi futbol adamlar üçün sürprizdir, amma Yaponiya millisi oyun baxımından bəlkə də deyərdim lider ola bilər bu qrupda. Yaponiyadan danışdın, keçək oyuna, çünki qrup qutarsın. Yaponiyanın Futbol Federasiyası turnir başlamamışdan öncə mənə maraqlı gəldi o. Düzdür, Yaponiyada illərdir ki, yaxşı işlər görünür. Keçən mundialda qrup lideri kimi çıxdılar. 2002-də də 8-də 1-də Türkiyə uduzdular filan. Çox yaxşı komandadır da, ardıcıl səhv eləmirəmsə 8 mundialdır ki, dünya çempionatında Yaponiya vəsqə qazanır. Və bu mundiala da vəsqə qazanırsan, ölüm qrupuna düşmüsən və federasiya prezidenti deyir ki, bu il biz çempion olmalıyıq. Bir futbolçusan, indi bu nə qədər təsir edir də? Yəni, əlavə bir gücdürmü, yoxsa motivasiyadırmı? Deyərdim, məncə motivasiyadır. Çünki ölkə olaraq komanda ölkə federasiyası fikirləşirsə, biz çempion olmalıyıq. Bunun yönündə yəqin ki, tədbirlər görüblər. Komandanın məşqçinin oynatdığı futbolçuların keyfiyyətinə inanırlar. Düşünürəm ki, atdığı addımlarda elə buna uyğundur. Yəni Avropada oynayan futbolçuları var. Məncə bu komandaya motivasiyadan başqa bir şey verə bilməz. Çünki federasiya prezidenti sizin çempion olmağınıza inanırsa, siz də deməli buna layiq futbolçularsınız. Belə. Yaponiya həqiqətən
dünya çempionu ola biləcək potensialdadır? Potensial olaraq düşünmürəm dünya çempionu ola bilərlər, amma oynadıkları futbol məncə 8-də 1-ə qədər gedə biləcək bir komandadır. Bəs bugünkü oyunda Tunisi rahat məğlub edəcəklər, çünki İsveç demək olar ki, rahat məğlub elədi. Yaponiyada Niderlanda qarşı oyunda o qədər baxımlı oyun sərgiləməsə də, amma yəni dəqiq oldular da, çox rahatlıqla. Mənə maraqlı gələn məqamlardan biri ikinci qolun vurulmağı idi, başla vurdular. Yəni Niderlanda qarşı oyunda Yaponiyanın başda zərbə ilə qol vurmağı biraz maraqlı idi də. Tunisi məğlub edə bilərlərmi rahatlıqla? Düşünürəm böyük hesablı qələbə olacaq Yaponiya Tunis oyununda. Çünki Yaponiya qarşısına əgər federasiya prezidenti çempionluq qoyubsa, komanda bu oyuna çox ciddi çıxmalıdır və qələbə qazanacaq. Dediyiniz qol isə bayaq Türkiyə millisində o misal çəkdik. Bütün millilər artıq standart vəziyyətlərdən istifadə edir. Hər hansısa bir komandanın güclü olduğu tərəf hücumdursa, müdafiə cəhətdən də güclü olmalıdır. Amma Hollandiya millisi boşluq verdi, Yaponiyada qolunu vurdu. Gecənin növbəti oyunu Almaniya fil dişi sahilləri qarşılaşmasıdır. Almaniya bu qrupun əsas favoritidir. Bu oyunda da qalib gəlsə, demək olar ki, liderliyi təmin edirlər. Amma hər iki komanda 3 xalı var. Hər iki komanda ilk oyunda qələbə qazanıb. Nə gözləyirsən bu qarşılaşmadan? Məncə düşünürəm ki, gecənin elə 4 oyunun içində ikinci ən maraqlı oyunu da Almaniya fil dişi oyunu. Çünki fil dişi də maraqlı futbol oynayır, həm hücum, həm müdafiə futbol oynayır deyə keyfiyyətli futbolçular da var. Amma keyfiyyət baxımından Almaniya daha üstün olduğuna görə düşünürəm 2-1 hesabı ilə Almaniya qələbə qazanır. Yəni çətinliklə qalib gələcək. Bəli, rahatlıq olacağını düşünmürəm. Ümumiyyətlə Almaniyanı dünya çempionu olaraq görürsənmi namizəd olaraq? Çünki bu il heç kim Almaniyanı dünya çempionu olaraq namizəd göstərmir. Yəni çox maraqlıdır. Almaniya dünya çempionatlarında elə nəticə göstərir ki, gözlədiyin halda, yəni heyətə baxdıqda düşünürsən ki, komanda finala qədər gedəcək. Bir də gördüm məsəl üçün komanda qrupda qaldı. İndi heç kəs Almaniyanı favorit saymır, amma Almaniya oynadığı top futbol məncə onları gətirib o nəticəni verə bilər. Amma favorit olaraq Almaniyanı görmürəm. Dünya çempionatı olacaq komanda. Günün son oyunlarından biri, əslində 3-cü oyunudur. Almaniyanın qrupunun son oyunu Ekvador-Kurasao millisi arasında keçiriləcək. 7-1 hesabı ilə darmadağın olundu ilk oyunda Almaniya millisinə Kurasao və məncə onlara elə bir qol vurmaq da böyük bir bayram ahvası yaşatdı. İlk dəfə qatılırdılar. Bu oyunda kimdir favorit? Yəqin ki, sən Ekvadoru düşünürsən. Bəli, Ekvadordur. Çünki rəqib ilk dəfə qatılır. İlk dəfə qatıldığından əlavə rəqibin böyük bir hədəfi yoxdur. Belə komandalar məncə mundiala rəng qatır. Çünki fikir verdisə, məsəl üçün Almaniyanın oyunda düzdür 7-1-də məğlub olsalar, amma sanki komanda qələbə qazanıb. Ekvadorun məncə rahatlıqla qələbə qazanacağını fikirləşirəm. Çətin sual olacaq bəlkə də. Bəlkə də biraz səhv sualdır. Yəni biz Kurasaonun yerinə onların materikində və yaxud da qitəsində olsaydıq, dünya çempionatına vəsqə qazana bilərdik. Yəni mən artıq neçənci verilişdir ki, belə bir fikir səsləndirirəm ki, Azərbaycanın millisinin Avropada iştirak eləməyi ona çox böyük çətinliklər yaradır. Çünki 35 illik bir ölkəyik, futbolumuz da onsuz da əvvəllər tək-tük barmaqla saydığımız futbol mütəxəssislərimiz, futbolçularımız olub, o qədər də futbol ölkəsi olmamışıq. Amma inkişaf keçməkdən ötürü də Avropada olmağımız biraz qarşımıza alıb. Mən düşünürəm ki, məsəl üçün Azərbaycan Okeaniyada və yaxud da Asiyada olsaydı, ən az 2 dəfə dünya çempionatına, bütün Asiya çempionatına da mütəmadi olaraq vəsqə qazanardı. Sən necə düşünürsən? Düzdür, bu barədə heç vaxt fikirləşməmişəm. Bu fikri eşitmişəm, amma Azərbaycan millisi dediyiniz kimi olardı məncə fikirləşəm. Çünki Avropada olan millilər güclü millilərdir. Bizim də reyting baxımından buralardan geri qaldıq. Qruplarımıza düşən komandalar bizə biraz çətinlik yaradır. Amma futbolçularımızın inkişafı yönündən fikirləşsəm, mən düşünürəm yaxın gələcəkdə İnşallah ki, Azərbaycan Avropa çempionatında ya dünya çempionatında
iştirak eləyərik. Çünki buna xalq olaraq deyərdim bəlkə də bir mərhələni adlamaq üçün bizə lazımdır. Məsəl üçün bəlkə də Avropa Dünya çempionatına keçsək, bundan sonra gələcək nəticələr daha xeyirli olacaq, amma bunun yönündə çox çalışmalıyıq. Çünki hər şey 1 saat, yarım 2 saat məşqlə bitmir. Hər şeyə fikir verməliyik bunun üçün. Verilişin ortasında Braziliya ilə bağlı sual verəndə dedin ki, mənim favoritim olmasın, amma Braziliya favoritdir. Sənin üçün dünya çempionu olmağa favorit komanda hansıdır? Favorit komanda düşünürəm ki, mənim fikrimcə İspaniyadır. Düzdür, ilk oyunda Copa Verde ilə istədiyi nəticəni əldə etmədi. İspaniya olacağını fikirləşirəm, amma olmasını istədiyim komanda Portuqaliyadır. Nədənsə bu dünya çempionatı ərəfəsində, yəni hamı Portuqaliyanın dünya çempionu olmasını istəyir, amma orada da vəziyyət bildiyim qədərilə çox yaxşı deyil. João Nevesin açıqlaması bütün Portuqaliya mediasını qatıb bir-birinə, yəni belə bir fikir səsləndir. Bəlkə də onu yaxşı mənada səsləndirib. İndi biz jurnalistlər biraz başqa cür qələmə vermişik. Ola bilər. Bildirib ki, bu gün Ronaldo bizimlə eyni bir səviyyədə idi, bizimlə bərabər idi. Bu biraz qalmaqala səbəb olur. Düşünürəm ki, orada yəni demək istədiyi budur ki, yəni Ronaldo'nun səviyyəsi hamı üçün bəllidir. Yəni Ronaldo dünya futbolunda mənim düşüncəmcə dünya futboluna futbolu sevdirən bir insandır. Yəni gələcək nəsillərə, keçmiş nəsillərə, düzdür, yaşı biraz çoxdur, amma mənim üçün kumirdir. Neves'in də orada demək istədiyi məncə, yəni Ronaldo normal bir günündədir. Yəni onun belə oynamağı bizimlə eyni səviyyədədir. Ronaldo istədiyi oyunu oynasa, oyunu alınsa, yəni ən azından 2 gol, 3 gol vura bilər. Məncə bu sadəcə media tərəfindən başqa bir yönə çəkilib. Mən də Portuqaliya azarkeşəm, yəni oyunda çox diqqət yetirməmişdim, amma sonra statistika açıqlandı ki, nə João Neves, nə Vitinha, nə də Bruno Fernandes oyun ərzində Ronaldo'yu bir anda olsun ötürmə eləməyiblər. Mən oyunu tam olaraq sona qədər izləmişəm. Həqiqətən 90 dəqiqə izləmişdim. Yəni ona fikir verməmişəm həqiqətən zarafatsız. Diqqətlə izlədim. O statistika açıqlanıb ki, 90 dəqiqə ərzində bir dənə də olsun ötürmə verməyiblər. Belə ümumi oyundan sonra mətbuatda çıxdı ki, yəni komanda çalışır Ronaldo üçün oynasın, amma mən oyunu sona qədər izlədim. Deməzdim ki, yəni çalışırdılar ki, ötürmələrin hamısı Ronaldoya getsin. Ronaldo səhv eləmirəmsə 25 ya 30 dəfə topa toxunub, onun da çoxunda yəni qol epizodları deyil. Portuqaliya millisi oyun olaraq gözləntinin çox altında oynadı. Çünki komandanın Çempionlar Liqasında çempion olmuş futbolçuları heyətdə idi. Yaxşı bir sezon keçirmiş Bruno Fernandes, amma sanki heç biri deyərdim ki, sezon boyu oynadığı futbolun yarısını oynamadılar. İsmail, çox sağ ol ki, gəldin, dəvətimizi qəbul elədin. Maraqlı bir veyiş keçdi. Axıcı və məncə baxımlı oldu. Təşəkkür edirəm sənə ki, dəvətimizi qəbul etdin. Bizə ayrılan vaxt başa çatdı. Sağ olun, salamat qalın. Gələn görüşlərdə görüşmək üzrə.